ərzaq qıtlığı yaranır, insanların həyat səviyyəsi aşağı düşürdü. Dövlət hərbi sahəyə çox böyük vəsait xərcləyir, lakin iqtisadiyyat bu yükü daşıya bilmirdi. 1985-ci ildə hakimiyyətə gələn Mikhail Gorbaçov vəziyyəti düzəltmək üçün perestroika və glasnost adlı islahatlara başladı. Bu islahatlar iqtisadiyyatı canlandırmalı və cəmiyyətdə açıqlığı artırmalı idi. Lakin gözlənilən nəticə vermədi və problemlər daha da üzə çıxdı. Digər mühüm səbəb isə milli azadlıq hərəkatlarının güclənməsi idi. Sovet Sosialist Respublikaları İttifaqı tərkibində olan respublikalar müstəqillik tələb etməyə başladılar. Baltik ölkələri, Gürcüstan, Azərbaycan, Ukrayna və digər respublikalarda müstəqillik istəyi sürətlə yayılırdı. 1991-ci ilin avqust ayında Moskvada dövlət çevrilişinə cəhd edildi. Bu uğursuz çevriliş Sovet Sosialist Respublikaları İttifaqı rəhbərliyinin zəiflədiyini göstərdi və respublikaların müstəqillik prosesini daha da sürətləndirdi. Nəhayət, 25 dekabr 1991-ci ildə Mikhail Gorbaçov istefa verdi.